Salam əziz şagirdlər və valideynlər. İndi sizinlə qoça saitli sözlərin tələffüzü qaydasını öyrənəcəyik. Dilimizdə elə sözlər var ki, onlarda iki sait yanaşı işlənir. Bu sözlərə qoça saitli sözlər deyilir. Qoça saitli sözlər iki qrupa ayrılır. Eyni cinsli qoça saitli sözlər, müxtəlif cinsli qoça saitli sözlər. Eyni cinsli qoça saitli sözlərdə qoça saitlər bir uzun sait kimi tələffüz olunur. Əgər səsin yanında iki nöqtə varsa, bu işarə səsin uzun tələffüz olunduğunu bildirir. Sözdə iki A saiti yanaşı gələrsə, bir uzun A səsi kimi səslənir. Maaş, cəmaət, maarif, saat, inşaat. Əgər sözdə iki Ə hərfi yanaşı gəlirsə, bir uzun Ə səsi eşidirik. Mətbə, təəccüb, təbə, məəttəl, əmtə, təəssüf, təəssüb, təəssürat, mütəəssir. Əgər sözdə iki İ hərfi yanaşı gəlirsə, bir uzun İ səsini eşidirik. Təbii, bədii və s. Əgər sözdə iki O saiti yanaşı gələrsə, bir uzun O səsi eşidirik. Zoopark. Tərkibində AI, EI, İE, İO, İA, AÜ, UI, İU hərf birləşmələri olan sözlərin tələffüzü zamanı həmin saitlər arasına Y samiti əlavə olunur. Ailə, xain, ait, şair, sait, dairə, qaib, şərait, daim, faiz, ibtidai, ictimai, vəsait, kainat, bais, əcaib. Sözün tərkibində Ə-İ saiti yanaşı gəlirsə, yenə də Ə və İ saitlərinin arasına Y samiti əlavə edirik tələffüz zamanı. Zəif, məişət, rəis, səidə. Əgər sözdə İ-Ə saiti yanaşı gələrsə, yenə də biz Y samitini onların arasına əlavə edirik. Müdafiə, faciə, müraciət, təbiət, pediatr, iddia, diabet, aviasiya, aviapoçt, diaqnoz, diametr, olimpiyada, piano, radiator. Dialekt. Çempion, çempionat, radio, stadion, pansiyon, aksiyon, A-Ü hərf birləşməsinə baxırıq. Təqaüd, U-İ hərf birləşməsinə baxırıq. Sui-qəsd, akvarium. Tərkibində Ə-A, Ü-A, Ü-Ə işlənən sözlərdə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Məsələn, Ə-A hərf birləşməsi olan səadət sözündə saadət deyirik biz. Fəaliyyət, masir, mavin, mainə, malicə, müəllim, müəyyən, müəllif, müəssisə. Tərkibində E-A, E-O, E-Ə hərf birləşmələri olan sözlərdə bu hərf birləşmələri İA, İO kimi tələffüz olunur. Teatr, okean, teorem, neologizm, arxeologiya, maniyə. Tərkibində qoça sait olub yazılışı və deyilişi arasında fərqi olmayan sözlər
aktual, mətbuat, sual, pauza, fauna, məcmuə, xaos, round, fəal, kakao, şüar, şüa, bəraət. Bəzi sözlərdə deyilişində və yazılışında səs düşümü və səs artımı baş vermir. Sadəcə bir səsi uzun tələffüz oluna bilir. Ancaq burada heç bir səs düşümü, səs artımı baş vermir. Hərf və səs sayı bir-birinə bərabərdir. Dirayət, riayət, qənaət. Qoşa saitli mürəkkəb sözlərin əksəriyyətində yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Xaloğlu, dayıoğlu, bacıoğlu, əl açıq. Diqqətinizə görə minnətdaram.